Hamıya salam. Layihə ilə əlaqə var Sistem, Guru, Markets. Şirkət haqqında ümumi məlumatla başlayaq. Hər bir parametrə biraz daha ətraflı baxaq. Lazım gələrsə videonu dayandıra bilərsiniz. Öyrənilən şirkətin hər bir parametrini daha yaxından nəzərdən keçirməyi təklif edirik. İndi biz korporasiyanın əsas fundamental göstəricilərini müqayisə edəcəyik DraftKings Inc. Ticker, DKNG. Bu baxış 1 iyul 2025-ci il tarixinə olan məlumata əsaslanır. Təsnifatına görə Guru Markets təşkilat DraftKings Inc. alt kateqoriyaya aiddir. Leysure Rates təhlildə 28 şirkət iştirak edir. Bu videonun sonunda sifarişlər üzrə həll yollarını axtarın. Sözü gedən şirkət üçün nəticə mənfi 10 baldan 8,5 bal. Alt kateqoriya üzrə orta nəticə mənfi 0,3 baldır. Çox geniş perspektivdən baxsanız, bütövlükdə ABŞ bazarı daxilində. Bütövlükdə ABŞ fond bazarı üçün orta nəticənin 1,8 bal olduğunu görə bilərsiniz. Mənfi reytinqə qarşı 8,5 bal DraftKings Inc. Şirkətin səhmlərinin qiymətinin dinamikasının müqayisəsi DraftKings Inc. və alt kateqoriyalı paylaşımlar. Son 12 ayda səhmlərin olduğunu görəcəyik DraftKings Inc. 13,8% dinamika nümayiş etdirib. 37,6% alt kateqoriyada qiymət dəyişikliyinin əleyhinədir. Şirkətin bazar kapitallaşması DraftKings Inc. 38,13 milyard dollar dəyərində qiymətləndirilib. Alt kateqoriyanın bazar kapitallaşması 181 milyard dollardır. Şirkətin balans dəyəri 0,84 milyard dollardır. 30 milyard dollarlıq alt kateqoriya kapitallaşması ilə birjanın səhmlərini və balans dəyərini müqayisə etdikdə aşağıdakıları görürük. İşğal olunmuş pay DraftKings Inc. alt kateqoriyada bazar kapitallaşmasının qiymətləndirilməsi zamanı 21,95% təşkil edir. Balans dəyəri 2,85% təşkil edir. Şirkətin bazar payının və alt kateqoriyanın balans kapitallaşmasının qiymətləndirilməsi PIS mənfi 1 bal. Şirkətin maliyyə öhdəlikləri 1,855 milyard dollar təşkil edir. Borcun balans dəyərinə nisbəti şirkətin öz kapitalının 220%-ni təşkil edir. Şirkətin maliyyə öhdəlikləri səviyyəsinin qiymətləndirilməsi çox pis, mənfi 2 bal. Şirkətin bazar qiymətinin mənfəətə nisbəti 0-dır. Alt kateqoriya üzrə orta göstərici 75,3-dür. Alt kateqoriyadakı təşkilatlarla müqayisədə şirkətin səhm qiymətinin mənfəətə nisbətinin qiymətləndirilməsi çox pis, mənfi 2 bal. Son 12 ayda mənfəət mənfi 398 milyon dollar olub. Növbəti 12 ay üçün gələcək mənfəət şərti olaraq 1,265 milyon dollar olaraq qiymətləndirilir. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə gözlənilən gələcək mənfəət göstəricilərinin qiymətləndirilməsi keçərli 0 bal. Şirkətin dəyərinin gəlirə nisbəti 7,6-dır. Alt kateqoriya üçün orta qiymət 2,4-dür. Bazar qiymətinin gəlirə nisbətinin alt kateqoriyadakı göstəricilərlə müqayisədə qiymətləndirilməsi PIS mənfi 1 bal. Son 12 ayda gəlir 5,000 milyon dollar olub. Növbəti 12 ay üçün gələcək gəlir məlum deyil. Proqnozlaşdırılan gələcək gəlirin göstəricilərinin alt kateqoriyadakı göstəricilərlə müqayisədə qiymətləndirilməsi PIS mənfi 1 bal. Satış marjası mənfi 8%-dir. Alt kateqoriya üçün orta hesabla 3,1%-dir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə marjinallığın qiymətləndirilməsi TOLED mənfi 0,5 bal. Alt kateqoriyada işçilərin sayında şirkətin payı 1,987% təşkil edir. Bu, bazar kapitallaşma payından 962% azdır.
Şirkətin bir işçisinə düşən kapitalın məbləği $7.479.000 bərabərdir. Alt kateqoriyada isə $704.000 var. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə bir işçiyə düşən kapitalın miqdarının qiymətləndirilməsi, keçərli 0 bal. Şirkətin bir işçiyə düşən mənfəəti mənfi $78.100.000-dır. Alt kateqoriya üzrə orta qiymət $9.400.000-dır. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə fərdi işçiyə düşən mənfəətin qiymətləndirilməsi, TOLED, mənfi 0.5 bal. Şirkətin bir işçiyə düşən gəliri $981.000-dır. Alt kateqoriya $299.000. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə şirkətin bir işçisinə düşən gəlirin qiymətləndirilməsi, TOLED, mənfi 0.5 bal. Səhmlərin qısa mövqeyi 4.6% alt kateqoriya üzrə orta göstərici ilə müqayisədə 5.4% təşkil edir. Göstərici RSI 14 şirkət üçün %71 səviyyəsini göstərir DraftKings Inc. Alt kateqoriyada RSI səviyyəsi 14, təxminən 66% təşkil edir. Şirkətin faktiki səhmlərinin dəyəri təxminən $42.9-dır. Şirkətin səhmləri üçün konsensus qiymət hədəfi təxminən $52.99-dır. Sizin üçün mövcud olan sifariş cədvəlinə baxaq, ona keçid bağlanmış şərhdədir. Sifariş cədvəli müəyyən bir mövsümdə səhmlərin qiymətləndirilməsi məlumat sistemi tərəfindən qəbul edilən bütün qərarları ehtiva edir. Guru Markets. Sifariş cədvəlinə giriş pulsuz və açıqdır. Bağlanmış şərhdə keçid. Şirkətin səhmlərinin qiymətləndirilməsi nəticəsində DraftKings Inc. Qiymətləndirmənin məlumat və arayış sistemi Guru Markets aşağıdakı qərar qəbul edilir. $42.89 satış əməliyyatı açın. Sövdələşmə şirkətin kifayət qədər aşağı qiymətə malik olması səbəbindən açılıb. Təşkilatın qiymətləndirilməsi qiymətləndirmə modelindən, Akimin indeksindən istifadə etməklə aparılmışdır. Mənfəət götürmək 29.73 səviyyəsində müəyyən edilmişdir. Stop loss 56.5 səviyyəsində müəyyən edilib. Sifarişin mənfəət götürmək və ya zərəri dayandırmaq yolu ilə bağlanmadığı halda, sonra sifariş 31 iyul 2025-ci il tarixində ticarət sessiyasının sonunda avtomatik bağlanır. Və ya göstərilən tarixdən əvvəlki son ticarət günündə. Ticker MJ-Ravel əsas alış sifarişidir. Əsas sifariş üçün video artıq bu kanalda yayımlanıb. Sifarişlərdən hər hansı birinin bağlanması halında əsas və ya balanslaşdırma. Digər sifariş son qiymətə təyin olunur. Bu videoya baxdığınız və məlumat və istinad sistemindən istifadə etdiyiniz üçün hamınıza təşəkkür edirəm. Guru Markets.